Salam, hər vaxtınız xeyir olsun. Bugün Azərbaycan dili test toplusunun ilk mövzusu olan saytlar növləri və tələffüzünü izah edəcəm. Suallara nəzər salsaq, görərik ki, əksəriyyəti uzun tələffüzlə bağlıdır. Bununla bağlı qayda isə belədir ki, dilimizdəki 9 saytdan yalnız ikisi I və Ü uzun tələffüz olunmur. Uzanma daha çox ərəb-fars mənşəli sözlərdə özünü göstərir. Hansı tərkibdəki sözlərdə uzun tələffüz olunan sait var? A variantında ekran, ekipaj, eloğlu və eniş sözləridir ki, bu sözlərin heç birində biz uzanmaya rast gəlmirik. B variantında əbədi, əvvəl, əqrəb və əgər sözlərində də uzanma yoxdur. C variantında ədavət, ərazi, ədalı və əlavə sözləridir. Bu sözlərin hər birində ikinci hecadakı sait uzanır. Fikir verin, biz ədavət şəklində demirik. Ədavət. Uzanan sait təxminən 3 saniyə bərabər bir müddətdə uzadılmış olur. Bunu necə müəyyən edirsiniz? Sözü bir qısa formada, bir də saiti uzadaraq tələffüz edirsiniz və hər iki tələffüzə diqqət yetirirsiniz. O zaman hansının doğru olduğu ortaya çıxır. Ədavət yoxsa ədavət? Ərazi yoxsa ərazi? Baxın, uzanan sait olduqda tələffüz daha doğru olmuş olur. Ədalı, əlavə. A-nı uzatmaq lazımdır tələffüz edərkən və beləliklə də C variantı doğru variant olmuş olur. D-də əmi qızı, əmioğlu, əməkdar, əməkdaş sözlərində uzanma yoxdur. E-də də ertə, erkən, erkək və enmək sözlərində də uzanma yoxdur. Cavabımız C variantıdır. İkinci sualda sözlərdən hansında uzun tələffüz olunan 2 sait var? Ümumiyyətlə, bir sözdə 2 və daha artıq sait də uzana bilər. Qiraətxana, leytenant sözlərində uzanma yoxdur. Dəyanətli, dəyanətli sözündə bir yerdə uzanma var. Afərin sözündə də həmçinin bir yerdə uzanma var. Tərifnamə sözündə isə həm tərif sözündə tərif, ə saiti uzanır, həm də namə hissəsində namə, a uzanır. Beləliklə də E variantında hər iki deməli sait uzanmış olur. Cavab E variantı. 3-də hansı sözlərdə uzun tələffüz olunan sait işlənmişdir? Malik, malik, A saiti uzun tələffüz olunur, biri götürürük. Rütubət, U uzun tələffüz olunur. Masa, baxın masa demirik, masa, qısa formada. Burada uzanma yoxdur, ona görə 3-ü götürə bilmərik. Telefon, uzanma yoxdur. Murad, yoxdur. Füzuli, burada U uzanır, altını götürürük. Təbii, təbii sözündə sözün sonunda 2 eyni qoşa sait gələndə qaydaya görə saitlərdən biri düşür, digəri isə uzun tələffüz olunur. Ona görə də 7-ni götürürük. Cavabımız 1, 2, 6 və 7 B variantına uyğun gəlir. 4-də hansı sözdə uzun tələffüz olunan sait işlənmişdir? Məhsul, qovun, Musa qulu və nümunə. Baxın, nümunə. Nümunə sözündə ikinci hecasındakı U saiti uzun tələffüz olunur. 5-də hansı sözdə uzun tələffüz olunan sait işlənmişdir? Xəzinə, həzin, şəkil, xizək və inək sözləridir. Baxın, həzin deyil, həzin. Şəkil yox, şəkil. Xizək deyil əlbəttə, xizək. İnək sözündə də heç bir uzanma yoxdur, amma xəzinə sözündə xəzinə. İkinci hecasındakı I saiti uzun tələffüz olunur. Cavabımız A variantı. 6-cı sualda sözlərdən birində uzun sait ikinci hecadadır. Ola bilər ki, bir sözdə uzanma olsun, amma bizdən tələb olunan məhz ikinci hecasında uzanmanın olmasıdır. Deməli, heyrətamiz, heyrətamiz. Deməli, uzanma 3-cü hecanın üzərinə düşür. Bu A variantı deyil cavab olaraq. Daha sonra sima sözündə sima ilk heca uzanır. Ona görə də B-ni də götürmürük. Yadigar, yadigar sözündə ilk heca uzanır. Bizə isə ikinci hecanın uzanması lazımdır. Ona görə C variantında götürmürük. Cadugar, ilk heca uzanır. Bu da cavab deyil. Kimyagər, baxın kimyagər. Ya, yəni ikinci hecada uzanma var. Cavabımız E variantıdır. 7-də uzun saitli sözlər cərgəsini müəyyən edin. Mirvari, mirvari, baxın A uzun tələffüz olunur. Səmimi, səmimi, I uzanır. Natəvan, A saiti uzanır. Elə A variantında ki, bütün sözlərdə uzanma özünü göstərir.
Növbəti sual, deməli 8-ci suala nəzər salaq. Burada da həmçinin uzun saytlı sözləri müəyyən etmək lazımdır. Həyat, uzanma yoxdur. İnşaat sözündə demişik, qaydaya görə iki eyni qoşa sait yanaşı gəlirsə, saitlərdən biri düşür, digəri uzanır. Ona görə ikini burada götürürük. İsim, uzanma yoxdur, mübtəda yoxdur, əmtə, həmçinin qoşa saitləri yanaşı gəldiyinə görə biri düşür, digəri isə uzanır. 5-i götürürük. Mötəbər, mötəbərdə ilk heca, deməli saiti uzun tələffüz olunur, 6-nı götürürük. Həzin sözündə də uzanma yoxdur. Cavabımız 2, 5 və 6 olmaqla variantına uyğun gəlir. 9-cu sualda cərgələrin birində bütün sözlərdə qapalı sait uzun tələffüz olunur. Diqqət yetirirsinizsə, digər saitlər deyil, məhz qapalı sait bizdən tələb olunur. 4 qapalı saitimiz var, bilirsiniz, I, U, Ü. Bunların da içərisindən I və Ü'nün uzun tələffüzünə rast gəlinmir. Deməli, bizə I və U'nun uzun tələffüzü lazımdır. Deməli, A variantında adı-bad sözündə ümumiyyətlə qapalı sait olmadığına görə çıxırıq. Azüqə sözündə uzanma A saitindədir. A da bilirsiniz ki, açıq saitdir, ona görə B-ni çıxırıq. Cənubi, cənubi, baxın U, yəni qapalı saitdə uzanma var. Müsibət, İ-də uzanma var. Qənimət, həmçinin İ-də uzanma var. Elə cavabımız da burada C variantı olur. 10-cu sualda hansı sözlərdə uzun tələffüz olunan bir sait vardır? Ola bilsin ki, elə söz olsun ki, orada deməli bir neçə hecada sait uzansın. Bizdən isə yalnız bir saitin uzanmasını istəyir. Laməkan. Laməkan sözündə la hissəsi uzun tələffüz olunur. Məkan hissəsində isə uzun tələffüz olunma yoxdur. Yəni bir deməli sait uzanmış olur. Elə cavabımız A variantıdır. Digərlərinə də nəzər salaq. Malikanə, həm malik sözündə A, həm də anə şəkilçisində A uzanır. Amiranədə də həmçinin nalayiq, na bir uzanma, layiqdə ikinci uzanma var. Naməlumda da həmçinin nada bir uzanma, məlumda da ikinci uzanma olduğuna görə deməli onları götürmürük. 11-ci sualda hansı sözdə uzun tələffüz olunan bir sait var? Yenə də həminki qaydada. Şairanə, iki uzanma var. Şair sözündə A, anə sözündə də yenə həmçinin A. Sabiranə, sabir anə, aciz anə, adil anə olmaqla iki uzanma var. Mərdanə sözündə isə mərd, mərd sözündə heç bir uzanma yoxdur. Yalnız anə şəkilçisində deməli uzanma var. Cavabımız D variantı. 12-ci sualda cərgələrin birində bütün sözlərdə uzun tələffüz olunan qapalı sait vardır. Yenə həmçinin bizdən qapalı saiti istəyir. Kuzə, ərazi. Ərazidə A uzanır. A açıq sait olduğuna görə götürmürük. Təsadüfən, xatirədə A uzanır, yenə də götürmürük. İncə sözündə ümumiyyətlə uzanma yoxdur. Bivəfa, İ uzanır. Xəlifə, İ uzanır. Səbuhi, U uzanır. Bunlar da qapalı sait olduğuna görə cavabımız ilə D variantıdır. Həqiqətdə İ uzanır, amma abırlı sözündə uzanma olmadığına görə E-ni götürmürük. 13-cü sualda cərgələrdən birində bütün sözlərdə uzun tələffüz olunan qapalı sait var. Yenə də həmçinin deməli, daxilidə A uzanır, götürmürük. Məruzə Ə uzanır, götürmürük. Asiman A uzanır, götürmürük. Xüsusi U, musiqi U, təriqətdə də İ uzandığına görə elə cavabımız D variantıdır. 14-cü sualda hansı sözlərdə uzun tələffüz olunan iki sait vardır? Yenə də iki saiti istəyir. Alimanə. Bilirsiniz ki, alim sözündə uzanma var. A saiti uzanır. Anə şəkilçisində də yenə də uzanma olduğuna görə elə iki yerdə uzanmanı biz burada deməli görmüş oluruq. Cavabımız B variantıdır. 15-ci sualda hansı sözdə uzun tələffüz olunan iki sait vardır? Yenə də iki sait istəyir. Malikanə. Malik sözünün özündə uzanma var. Üstəlik anə şəkilçisi də qoşulur. Yenə şəkilçinin tərkibində də uzanma olduğuna görə cavabımız C variantıdır. 16-da hansı cərgədəki sözlərin yalnız birində uzun tələffüz olunan sait vardır? Təcili, qasid sözlərində uzanma var, amma səyyah sözündə yoxdur. Yəni burada iki sözdə
uzanma özünü göstərir. Şikayət. Şikayət sözündə A uzanır, amma heca və ənənə sözlərində uzanma yoxdur. Yəni ilk baxışda adama elə gəlir ki, heca sözündə uzanma var, amma yadda saxlamaq lazımdır ki, heca, ənənə. Yəni bu sözlərdə uzanma yoxdur. Bir tək şikayət sözündə uzanma var. Cavabımız elə B variantıdır. 17-ci sualda deməli, hansı sözdə qalın, dodaqlanan, qapalı sait uzun tələffüz olunur? İlk növbədə bilməliyik ki, hansı saitdir ki, həm qalındır, həm dodaqlanandır, həm də qapalıdır. Söhbət U saitindən gedir. U qalın, dodaqlanan və qapalı saitdir. Burada da səbuhi sözündə U saiti uzun tələffüz olunur. Cavabımız E variantıdır. Daha sonra 18-ci sualda tərkibində uzun tələffüz edilən sait vardır. Çamal, görürsünüz, çamal demirik. Çamal, kitab, bunlarda uzanma yoxdur. Xüsusi, burada U uzanır, 7-ni götürürük. Daha sonra laləzar, laləzar, A uzanır, 2-ni götürürük. Laureatda uzanma yoxdur. Əhatə, əhatə, A uzanır, 8-i götürürük. Daimi, qurum, fizik. Qurum və fizik sözlərində uzanma yoxdur. Deməli, cavabımız 2, laləzar, 3, daimi, 7, xüsusi və 8 əhatə olmaqla C variantına uyğun gəlir. 19-cu sualda 4 məqamda qalın, açıq, dodaqlanmayan saitin tələffüz edildiyi sözü müəyyən edin. Ümumiyyətlə nəzərə almaq lazımdır ki, bu zaman tələffüz əsasında götürülür. Yəni ola bilsin ki, yazılışda başqa sait yazılsın, amma tələffüzdə həmin saitlər qalın, açıq, dodaqlanmayan saitə keçə bilir. E variantında yazılışda orfoqrafiya yazılan söz tələffüz zamanı orfoqrafiya kimi tələffüz olunur və beləliklə də orada 4 A saiti meydana gəlmiş olur. A saitdə bilirsiniz ki, qalın, açıq və dodaqlanmayan saitdir. Ona görə cavabımız E variantı. Və 20-ci suala da nəzər salaq. 20-ci sualda deməli, Eyler-Venn diaqramı ilə bağlı bir sualdır. Qapı sözü bizə verilib. Qapı sözünün tərkibindəki A və I saitləri üzərində doğru fikirləri müəyyən edilmək tələb olunur. Deməli, birinci sait, yəni A saitindən söhbət gedir. A saiti ilə bağlı verib ki, qalındır, açıqdır. Və bunu görərkən o dəqiqə düşünmək olar ki, bəli, doğrudur, A həqiqətən də qalındır və açıqdır. Amma nəzərə almaq lazımdır ki, bu qalındır sözü həm də I saitinə aiddir. Hər iki saitə aid xüsusiyyət olduğuna görə o qalındır sözü ortaq deməli, diaqramın ortaq hissəsində yazılmalı idi. Biz biri ona görə götürmürük ki, o yanlış hissədə yazılıb. Yəni, ortaq hissədə yazılmalı idi. Ona görə də biri biz burada götürmürük. Açıqdır fikrini isə götürürük. Bəli, A doğrudan da açıq saitdir. Dodaqlanmayandır. A və I saitlərinin ortaq hissəsində yazılıb dodaqlanmayandır. Bu doğru fikirdir. Sonra I saiti ilə bağlı yazıb qapalıdır. Bəli, bu da doğrudur. Uzun tələffüz olunur. Bu ümumiyyətlə sözdə uzun tələffüz olunma yoxdur. Cavabımız 2, 3 və 4-ə uyğun gəlir. Bu qədər dostlar, ilk mövzunu izah etdik. Növbəti dəfədə digər mövzuları ardıcıl şəkildə izah edəcəyik.